Azerbaycan halkına tecavüz ediliptir. Halkımız şehitler veriptir. Millet halk birleşip şehitleri son menzile aparırlar. Ancak Azerbaycan'ın rehberleri bundan kenardadırlar. Kaçıp gizlenipler. Bundan qabaq Azerbaycan xalqının qanı tökülübdür. Şehitler meydanı müqəddəs yer olubdur. 4 ildir buna siyasi qiymət verilməyibdir. İndi mən bir təşəbbüs eləmişəmsə, bunu gətirib zövqlə bağlamaq özü də xəyanətdir. Siz bu Milli Şurada oturan vaxtı biz səsinizi qaldıraydınız ki, o şəhidlərin günahkarları meydana çıxaydı. Bilmirəm kim harda qaldırıbdı, bilmirəm. Hər halda Milli Şuranın bu arada qərarı yoxdur. 20'si yanvar faciasının devrindən il yarımdan çox vaxt keçir. Mən sual verirəm. Ali Sovetin sədri Elmira Qafarovaya, Azərbaycan prezidenti Ayaz Mütəllibova nə üçün indiyə qədər bu məsələyə siyasi qiymət verilməyibdir? Bu məsələyə siyasi qiymət dərhal vermək olardı. Buna siyasi qiymət verməyərək biz verilməyibdir. Tek adayını girişinde. Bəs verilibsə kim bu hərbi təcavüzün günahkarıdır? Bu günləri deyilir ki Yazıb, Kriçkov, Bakatin. Bəli biz buna əlavə edirik Qarbaçovu, İrenkanı. Sonra bəs Azərbaycan rəhbərliyindən kimdir günahkarlar? Bəli bu şəxslər də məlumdur. Vəzirov, Qafarova, Mütəllibov və Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin başqa üzvləri.